Yeri gəlmişkən, Sabahın Elvin Camalovla bağlı rəsmi açıqlamasını toxunmaq istəyirəm. Yəqin ki, məlumatınız var, bəli. Əslində mən başa düşmədim bu açıqlamanı. Yəni Açıqlama nədir? Əlimizdə olan məlumata əsasən Azərbaycan Kubokunun yarımfinal mərhələsində Sabahla Neftçi arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə 2 dəfə əlaqə saxlayaraq ona cari mövsümün sonunda Neftçiyə keçməyi təklif edib. Bu söhbətlər zamanı o klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyuna verdiyi yüksək qiyməti xüsusi vurğulayıb və Sabahın yanaşmasına görə bu yanlışlıqdır. Niyə yanlışdır? Yanlış normal bir şeydir. Mən misal qardaş, siz belə fikirləşirsiniz, belə başqa. Yox, mən demirəm yanlış. Yox, sən futbolçu kimidir? Mən futbolçu kimi deyirəm, qardaş. Mən deyirəm ki, yanlış bir şey yoxdur. Mən oynayıram Sabahda. Elvin Camalov oynayır Neftçidə. Neftçi ilə Sabahın oyundan qabaq mənə zəng gelir, Elvin deyir ki, qardaş, Mikels, nə bilim, Sekidika, bizim komanda ilə baş məşqçi ilə məsələn danışmışam. Əgər belə söhbət varsa, mən bilmirəm dəqiqdir, 100%, sübut olunub yoxsa yox. Mən Neftçi bəyanat verib, açıqlama verib. Mən indi o prosesi mən deyəcəm necə olur. Oyundan qabaq sən gəlirsən, məsələni üzərinə götür. Bilirsən futbolçunun, rəqib komandanın. Sekidika necəsən mənim qardaşım, nə var, nə yox? O da deyir ki, okay, everything is fine. Bəs xəbərim var, qardaşım. Bizim komanda səni istəyir. Və sezon bitəndən sonra rəsmi şəkildə müraciət eləməyib. Yox, burada başqa söhbətdir. O bilirəm nə deyir. Gəlir deyir ki, bəs mən məsələn xəbərin olsun, bizim məşqçi də mənə məsələn deyib, və tutaq ki də indi tək Elvin demirəm, amma bundan qabaq nə qədər mən oynayan vaxtında olub həmin o situasiyalar. Elə Qara Qarayev misalı. Emin Mahmudovun təşəbbüsü ilə, istəyi ilə yaxın dostlar. Onun da təbii ki fikri oldu rəhbərliyin yanında ki, Qara Qarayev gəlsin. Normal bir şey. Yox, ondan əlavə sən desənə niyə görə rəsmi istəmirlər? Mən oyundan qabaq zəng gəlirəm oyunçuya deyirəm ki, mən məşqçilər tanıyıram ki, hansı ki oyundan qabaq zəng elətdirirlər şeyə, o birisi futbolçuya ki, kimlə ki oynayacaqsan. Şeylə bu narahat olma, sezon qutandan sonra bizim komandaya gələcəksən və sən çıxıb oyunda zəif oyna, nə bilim moment olanda qol vurma və yaxud da neynəmə, nə bilim ona dartmağa deyir, çalışır. Ona görə Sabah komandası Sabah orada artır. Sabah orada artır. Ki bizim futbolcuya sən oyundan qabaq zəngirə deyirsən ki, mən Neftçi səni istəyir, komandada görmək istəyir. Söhbət oyundan qabaq çıxdı, yoxsa oyundan sonra? Oyundan sonra çıxır. İndi qardaşlar, sizə bir sual verim. İndi bir sual verim. Əgər bu Neftçinin və Camalovun məqsədi sən dediyin variant olsaydı, sonuncu variant ki, büdrətməsi idi. O niyə görə Sabah qalib gəldi? Sekidika büdrədi, yəni nəsə öz qapısına vurdu, nəsə şey elədi. Büdrədi də, ayağını sındırdı, şikəst eləyib yürümədi. Yox, o şeydir, o başqa söhbət. Məncə söhbət səndədir. Yox, yenə deyirəm, biz bilmirik, əlbəttə bilmirik. Amma ola bilər ki, Samir Abbasov Camalova desin ki, ola bilər bəlkə də bir ay bundan qabaq deyib. Deyib ki, Sekidika yaxşı oyunçudur, onu alardım. Sən bir maraqlan, onun ağzını arala. Gör gəlmək istəyir. Meyilli vardı, yoxdur. Boş-boşuna vaxt itirməyək. Çünki yəni çoxları bilmir, amma Neftçinin skautları indi Braziliyaya gediblər. Braziliyadadılar. Yəni oyunçu axtarırlar. Bəlkə onlar getməmişdən qabaq deyib sən maraqlan, o pozisiyaya adam axtarım. Bu da ola bilər. Mən inanmıram ki, özdə indiki zamanədə qardaşım, Luboy iPhone-da zapis funksiyası var. Yazı funksiyası var. Yəni Luboy adamı hələ yazırsan, xəbəri yoxdur. Zəng gəlib desin ki, Sekidika bilsən necədir? Murad, Neftçi səni çağırmaq istəyirsən, bax gör nə edirsən bu oyunlarda. Soya 50 ayaqlı getdin, bədbaxt oldun. İftiraya qarşıyam. Sekidikanın nömrəsi yoxdur səndə. Yəni zəng yerə sorsaq da görə doğrudan zəng yerə. Affa yeri gəlmişən araşdırmaya başlayıb. Araşdırsınlar. Əgər yəni doğrudan oyundan qabaq belənsinə nəsə manipulirovat edirsənsə, oyuncuya zəng gelirsənsə, yəni bu doğrudan normal olan bir şey deyil də yəni. Manipulyasiyadırsa, amma maraqlanmaqdırsa. Amma normalda məsələn zəng gelib Elvinlə bir yerdə oynayıb. Elvin, menecerinə çıxası olsalar, menecer oradan deyəcək Sabaha ki, Neftçinin bizdən menecerə zəng gelib, bizdən Sekidikan gələn il üçün istəyirlər. Sabah siz nə edirsiniz? Qalır burada gedir Neftçi bundan maraqlar. Aləm dəyəcək bir-birinə. Sən dərinliyəcək bir-birinə. Mən sənə primitiv variantı dedim. Mənim buna zəng eləməyidir. Yox, skautlarım gedir, oyunçu axtarır. Sən
meyillisənsə biz də oynamağa. Mən sənin pozisiyada adam axtarmayım. Aha. Mən bilim ki, sən burdasan. Çünki qiymətlər bellidir də, aşağı yuxarı. Maaşlar da müəyyəndir. Bəli. Yəni transfer Azərbaycanda da yəni transferə kim nə dırnaqlarım sınıq-sınıq oldu. En azından araşdıracaqlarsa mən bilmirəm indi orada dəqiq. Amma mən burada yəni yanlışlıq bir şey görmürəm. Mən də görməm. Yenə də biz şeyi bilmirik, amma Yəni o bunu birincisi mən yəni Sabahın yerinə olsaydım bunu araşdırardım, bu Ondan sonra AFV-yə müraciət eləyərdim. Yəni açıqlama ilə zadla çıxmazdım ki, bu nə biabırçılıqdır, bizə qarşı şey eləyiblər. Xəyanət eləyiblər. o vaxt Bəli, məşqçilər vardı ki, məsələn mən tanıyıram, hansı ki oyundan qabaq rəqib komanda ilə oynayırdıq. Gəlirdi o birisi komandanın aparıcı futbolçusuna deyirdi ki, narahat olma, Cənəl mənim yanımdasan. Qaqam deyə bilir ki, gələcəyimin komanda çıxırdı. Ya ayağı boşa keçirdi, ya top mecnunkundan keçirdi. Gələn sözün deyirdi ki, müəllim nə oldu? Mənim götürmüsünüz deyir darıxma. Zənci eləyəcəm. Mən məşqçi tanıyıram. Qazanı hiç oyun qutardı. Mən məşqçi tanıyıram. Sizin biclikləri. Mən məşqçi tanıyıram. Oyundan qabaq rəqib razdivalkasına girib var yox söyüşü qoyub ki, bizə qol vuram, belə olsun. orada Yəni bu peşəkar futbol deyil də, yəni. Valentina komandasında. Valentina, sən Valentina adlı nəslində kimsə olub mu? Adı nədir? Yox, sən Valentina meyillisən, Ellada. Ellada. Yunanistanın keçmiş adı. Valcem Valentina da olub bəlkə o. Tenis Valentina.